Salam. Təmasda olan analitik icma sistem, Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Tədqiq olunan təşkilatın hər bir göstəricisini daha diqqətlə nəzərdən keçirməyi təklif edirik. Təşkilatın mövcud fundamental göstəricilərini müqayisə edəcək Semtec Torp Ticker SMTC. Baxış o vaxtki cari məlumata əsaslanır. 8 aprel 2025-ci il. Təsnifatına görə Guru Markets şirkət Semtec Corporation alt kateqoriyaya aiddir. Prom Elektron təhlildə 64 şirkət iştirak edir ki, bu da çox təmsilçidir. Videonun sonunda sifariş cədvəlinə baxın. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan -5,5. Alt kateqoriya üzrə orta nəticə 1,7 baldır. Geniş baxsanız, ümumiyyətlə ABŞ bazarında. Qeyd edək ki, bütövlükdə bütün bazar üzrə orta xal 1,9 baldır. Dan -5,5 bal hesabla qarşı Semtec Corp. Şirkətin səhnlərinin qiymətinin dinamikasının müqayisəsi Semtec Corporation və alt kateqoriyalı şirkətlər. 12 aydan çox stok olduğunu görə bilərik Semtec Corp -14,4% dəyişmə göstərdi. Alt kateqoriya üzrə qiymət dinamikasına qarşı -11,7%. Bu heç nəyi açıq şəkildə göstərmir, lakin bu faktı nəzərə almaq lazımdır. Korporasiyanın bazar kapitallaşması Semtec Corp $2,45 milyard dəyərində qiymətləndirilib. 540 milyard dollarlıq alt kateqoriyanın bazar kapitallaşması ilə. Semtec Corp 0,453% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,53 milyard dollar həcmində qiymətləndirilir. Və alt kateqoriyanın balans kapitallaşması 130 milyard dollardır. Semtec Corp 0,412% paya sahibdir. Bazarın işğal olunmuş səhnələrini və balans dəyərini müqayisə etdikdən sonra aşağıdakıları görürük. İşğal olunmuş pay Semtec Corporation alt kateqoriyada mübadilə dəyəri qiymətləndirilərkən 0,453% təşkil edir. Balansın kapitallaşması 0,412% təşkil edir. Bu, mübadilə dəyərinin payından 9% azdır. Alt kateqoriyada şirkətin bazar payının və balans kapitallaşmasının qiymətləndirilməsi, pis, -1 bal. Təhlil edilən şirkətin maliyyə öhdəlikləri 0,571 MLRD. Kapitallaşma üzrə borc şirkətin kapitalının 107,7%-ni təşkil edir. Şirkətin borc öhdəliklərinin səviyyəsinə görə reytinq, pis, -1 bal. Şirkətin birja dəyərinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriyada orta göstərici 23,5-dir ki, bu da alt kateqoriyadan xeyli pisdir. Alt kateqoriya təşkilatları ilə müqayisədə mənfəət göstəricilərinə bazar dəyərinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -162 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Və bu, şirkətin perspektivləri üçün çox pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 2,7-dir. Alt kateqoriya üzrə orta göstərici 2,2-dir və bu, alt kateqoriya üzrə orta göstəricidən 23% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bazar qiymətinin onun gəlirinə qiymətləndirilməsi, dözümlü, 0 bal. Son 12 ayda gəlir 910 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Bu şirkətin qiyməti üçün çox pisdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə proqnozlaşdırılan gələcək gəlir göstəricisinin qiymətləndirilməsi, pis, -1 bal.
Marja -17,8%-dir. Alt kateqoriya üzrə orta göstərici 9,3%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 27,1% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,204% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 122% azdır. Bu fakt şirkətin mübadilə qiymətinin balanssızlığını göstərir. Semtec Corporation yəqin ki, yenidən qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün kapitalın məbləği $1332.000 bərabərdir. Alt kateqoriyada isə $600.000-dır. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 122%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi, dözümlü, 0 bal. Bir işçiyə düşən mənfəətin məbləği $88,100-dır. Alt kateqoriya üzrə orta qiymət $25,500-dır. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 246% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Şirkətin hər bir işçisinə düşən satış $495.000-dır. Alt kateqoriyaya görə $275.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 80%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkət işçisinə düşən satış həcminin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Səhmlər 7,5%-lə qısadır. Alt kateqoriya orta hesabla 2,2%-dir. Bu mümkün qısa sıxılmanın qiymətləndirilməsidir. Texniki göstərici RASO 14 şirkət üçün %33 səviyyəsini göstərir. Semtec Corporation. Alt kateqoriya üçün bu səviyyə 29%-dir. Orta hesabla alt kateqoriyanın qiymətli kağızları şirkətin səhmləri ilə eyni qiymətləndirilir. Semtec Corp. Şirkətin cari səhm qiyməti təxminən $28,32-dir. Şirkətin səhmləri üçün konsensus qiymətinin hədəfi təxminən $55,59 səviyyəsində müəyyən edilmişdir. Faktiki təxminlə konsensus təxminləri arasındakı fərq təxminən 96%-dir. Mövcud olan sifariş cədvəlinə baxaq, link bərkidilmiş şərhdədir. Sifariş cədvəli əvvəllər müəyyən bir mövsümdə səhm qiymətləndirmə məlumat və arayış sistemi tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Güruh, Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin səhmlərinin qiymətləndirilməsi nəticəsində Semtec Corporation. Məlumat və arayış qiymətləndirmə sistemi Güruh, Markets qərar qəbul edilir. Bir səhm üçün $28,3 qiymətində satış əməliyyatı açın. Sövdələşmə şirkətin kifayət qədər aşağı qiymətə malik olması səbəbindən açılıb. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə metodundan, Akimin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 21,78 səviyyəsində müəyyən edilmişdir. Stop loss 34,84 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra 08 may 2025-ci il tarixində birja ticarətinin sonunda sifariş avtomatik olaraq bağlanır. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, ANS, əsas alış əməliyyatına çevriləcək. Əsas sifarişlə bağlı video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. Başqa sifariş faktiki qiymətə bağlanır. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Güruh, Markets.